Türkiyədə dünya çempionu Araz Musayevi bıçaqlayan 5 nəfər saxlanılıb. Bu barədə Habertürk TV məlumat yayıb. Məlumata görə hadisə ilə əlaqədar 3-ü Özbəkistan, 2-si Azərbaycan vətəndaşı olan 5 nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək saçlarını kəsdirib, paltarlarını dəyişsələr də Türk polisi onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir. Mediada yayılan məlumatlara əsasən saxlanılan şəxslərdən birinin kickboks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşən Abdulrahimov olduğu bildirilir. Qeyd edək ki, Azərbaycan Muay Thai Federasiyasının prezidenti 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionat zamanı 2 nəfərin hücumuna məruz qalıb. O boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir. Polis Balakəndə 6 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb. Keçirilən tədbirlərdə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı Elnur Yekəyev saxlanılıb. Onun üzərində 4 kiloqramdan artıq marihuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini isə Günel adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan Günel İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və həmin şəxs saxlanılıb. Onun yaşadığı ünvandan torpağa bastıraraq gizlətdiyi 2 kiloqram 700 qram marihuana və 2412 ədəd metadon həbi aşkarlanıb. Günel İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini deyib. Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə Günel İbişovanın əri Çopul ləqəbli Cavidan İbişov bir müddət əvvəl narkotik vasitələrlə bağlı cinayətlərə görə həbs edilib. Müəyyən edilib ki, o həbsdə olduğu müddətdə Bakı şəhərində və ətraf rayonlarda narkotik tədarükünü, daşınmasını və satışını arvadı ana ləqəbli Günel İbişovanın vasitəsilə həyata keçirməyə başlayıb və ona daim tapşırıqlar verərək istiqamətləndirib. O da məlum olub ki, bir müddət əvvəl Cavidanın atası Əhmədağa İbişov cəzaçəkmə müəssisəsində oğlunu ziyarətə gedərkən ona narkotik vasitə ötürməyə çalışıb və buna görə məsuliyyətə cəlb edilib.